Salam değerli izleyiciler, 16 oktyabr 2025-ci il haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyevin səhhəti ötən gün pisləşib və Mehdiyevə yaxın çevrədən Modernaza daxil olan məlumata görə media və sosial şəbəkələrin gündəmi olan akademikin halı ötən gün axşam saatlarında pisləşib, hətta onun üstünə həkim çağırıblar. Həkim müayinəsi zamanı Mehdiyevin gərginlik və stres səbəbindən əsəb sisteminin pozulduğu, qan təzyiqinin həddindən artıq yüksəldiyi bildirilir. Verilən məlumata görə 87 yaşlı Ramiz Mehdiyevi qəzəbləndirən əsas məsələlərdən biri vaxtilə vəzifəyə irəli çəkdiyi, deputat mandatı verdiyi, mövqe bəxş etdiyi bəzi insanların indi onun əleyhinə mətbuatda danışmasıdır. Bu halın akademikin mənəvi durumunda ciddi təsir göstərdiyi xüsusi vurğulanır. Ramiz Mehdiyev vaxtilə yetişdirdiyi şəxslərin belə tezliklə onu inkar edəcəyini gözləmirmiş.